Gülnur, bəs sizin verdikdə təhsil həyatınız vacib olduğu qədər sosial həyatınız da vacibdir. Sən özün hər hansısa bir klubda, universitetin klubı ola bilər, təşkilatlar olur da, tələbə gənclər təşkilatı və sair kimi təşkilatlar. Onlarda iştirak edirsənmi? Ümumiyyətlə könüllü proqramlarında iştirak edirsənmi və bunu tövsiyə edirsənmi? Bəli, şiddətli şəkildə tövsiyə edirəm. Məncə bu klublar universitet həyatını daha da yadda qalan eləyir. Mən bir çox klublarda iştirak etmişəm. Debate klubu olsun, filmography klubu olsun, Cinemates olsun. Bir çox klublarda iştirak etmişəm və hal-hazırda olduğum klubu deyəcəm Intellectual Games. Orada head event organizer və aparıcıyam. Bu klublar həm insanı formalaşdırır, həm də yəni vaxtınızı həm produktiv, həm də şən keçirirsiniz. Bir də düşünürəm ki, təcrübə proqramlarından əlavə volunteering də çox önəmlidir. Yəni könüllülük etmək. Ümumiyyətlə könüllü proqramları çox var. Məsələn, formula var, hop var və s. Hal-hazırda özüm bir belə deyim könüllülük proqramının rəhbəriyəm. Green Print Volunteers. Ona görə mən deyə bilərəm ki, könüllülük təşkilatları çox vacibdir. Həm təhsil qədər deyə bilərəm ki, vacibdir.